Hörmətli izləyicilər, salamlar, vaxtınız xeyir olsun. Bu gün sizə Xırdalan şəhərinin mərkəzində texnikuma yaxın 3 mərtəbə 4 otaq tam mülkiyyət kupçalı hazır köçəşə bir həyət evi çəkib təqdim edirəm. Deməli 3 mərtəbədir, aşağısı qarajdır. Görürsünüz bu sizə qaraj, arxası boş otaqlar. Gəl, bəri gəl. Burada belə yerlər var, əlavə nəsə də evə aid olan əşyaları yığmaq üçündür. Yəni bura hündürdür. 3 mərtəbədir. Bundan sonra 2 və 3-cü mərtəbələri var. İsitmə sistemi kombidir. Kombin aparatı, radiatorları, mətbəx mebeli və qeyd edim ki, kombi bahalı kombilərdəndir. Yəni keyfiyyətli kombidir. Yerləşmə yeri çox əla bir yerdir, super bir yerdir. Texnikuma yaxındır, 3 nömrəli məktəbə yaxındır. Qiymət əla bir qiymətdir. Ya Allah, şey yandıraq. Deməli, daxil oluruq birinci mərtəbədə qonaq otağına. Qonaq otağında sadəcə televizor çıxarılır. Wi-Fi-yə qədər hazır, yığılıb formada köç yaşa. Sadəcə bu televizor çıxarılır. Və bu divan təzədir, istifadə olunmuyub. Necə deyirlər, hələ burada yəni uzanılmayıb. Bu stol da təzədir. Bu evin satış qiyməti 113.000 manatdır. Bura bizim hər zaman olduğu kimi balon banki otağımızdır. Bura bizim babat yeyib içməli yerimizdir. Burada da nə görürsünüz qalır. İkinci mərtəbənin də sanuzeli var. Satış qiymətini qeyd elədim 113.000 manat. Qalxaq 3-cü mərtəbəyə, orada yataq otaqlarıdır. Gəl. Deməli qalxırıq 3-cü mərtəbəyə. 3-cü mərtəbədə qalxanda görürsünüz koridorumuz genişdir. Burada siz məsələn kitab dəftərdir, siz bura mebel yığa bilərsiniz boy-boy. Burada 3 dənə yataq otağıdır. Bütün yataq otaqların qarşısı açıqdır və otaqlar çox genişdir, əladır. Genişlik superdir. Yəni 113.000 manat üçün yerləşmə yerini və ərazini nəzərə alsaq, kupçası təmiri 113.000 manat. Yəni bu görülən kravatlar da qalır. Çox əla bir qiymətdir. İkinci mərtəbədə də sanuzel var. Təmiri də yaxşıdır. Bu da bizim digər 3-cü yataq otağı. Bu evlə bağlı əlavə nəsə sual olarsa, məlumat almaq istəsəniz, yuxarıda əlaqə nömrəsi var. Zəng edib məlumat alıb gəlib evə yerindəcə baxa bilərsiniz. Qiymətdə razılaşma olacaq. Vaxt ayırıb izlədiyiniz üçün çox sağ olun.